Bildiyiniz kimi həm yanacaq məsrəfi azalan, həm keyfiyyət sabitliyi olan çox az sayda ekonom klass avtomobil var. Yalnız vlogçu sizə bugün sizin də həqiqətən çox marağına səbəb olan və bugün artıq şəhərdə kifayət qədər gördüyümüz Toyota brendinin Corolla Fielder modelini icmal edəcək. Getdik. Anadolu qalmışıq çölün ortasında. Vallahi ya buna. Qardaş, buradan Qazaxa Pramay avtobus işlədir. Qardaş, yalan deyirəm, o tərəfi ilə olmaz. Getdik. Nə çəkirsən? Sən Bu avtomobilin aerodinamikası onun yanacaq sərfiyyatına da... Başlayıb gəldi. Nə var? Bu qaraçı atın tərifləyən kimi nə olur? O elə deyildi axı. Öyle gördü, indi nə Sən Prius'dan düşdün, indi yenə gəldin bura. Prius'dan düşdüm gəndə ki, Prius'a birisi çatan maşın yox. Yox. O Gətirmişəm maşını burada. vlogçu gətirib. O maşın Corolla Fielder. Toyota Fielder'i gəndə praktikan başlayırsan tərifləməyə ki, bu Aha. belədir, bu belədir, ay nə bilim elə. Hara eləyirsən, nə edirsən elə, bu maşın praktikadır. Bax, indi mən sənə bir söz deyim. Bu avtomobil haqqında bugün müəyyən məlumatlar insanlara əski formada çatdırılır. O nədir? Corolla Fielder'lər iki formada praktika olur. Bu indi mən qiymət mübahisəsi yaratmayacağam burada. Mənim nə dediyimi bu avtomobili eksport edənlər daha yaxşı bilər və ümumiyyətlə insanların da bu haqqda məlumatının olmağı labüddür. Deməli necə? Bu avtomobillərdə bəzi kabellər, rulaboy və s. dediyimiz hissələr zavoddan hazır formada gəlir. Yəni onların yeri olur. Sadəcə kiçik deşiklər deyib açılır və yer dəyişmələr edilir. Və bu zaman burada problem yaradacaq bölmə nədir? Fikir versən, ümumiyyətlə Prius'larda da belə bir şey var idi və keçmişdən xatırladığımız X-Trail kimi Nissan'ın bir çox modellərində, hətta Note da belə maşınlardan biri idi. Yadındansa bizim bir Note vlogumuzda olmuşdu. Orada ABS ilə bağlı yaranan problem nə idi? Düzgün keçirilməyən, praktika olmayan avtomobillərdə ABS-in blokuna su daxil olduğu zaman bu maşında hər hansı bir hissələrin xarab olması qaçınılmaz olur. Amma bu modeldə düzgün praktika olunanlarından söhbət gedirsə, belə bir problem yoxdur. Ona görə də gəl açaq. Şəkildə aç, baxaq. Bayaqdan elə danışır. Yox, içi pis deyil. Qəşəng. Geniş. Rahatlığı necədir? Əla. Yol aydın görsənir hər şey. Super. Onda bir dənə zəhmət olmasa kapotu aç. Gəl onun motorxanasına da baxaq. Çox sadə, kompakt bir modeldir. Eyni Prius'dakı kimi inverter sistemi, motor və belə bir qlobal dəyişiklik mən görmürəm. Çünki sənin Prius maşınında da eyni bu cür sistem var idi. Sadəcə fərqi odur ki, Corolla Fielder yenilənmiş motor, yenilənmiş kuza, artırılmış aerodinamika və safety sistemlərinin daha gücləndirilməsi. Və mən sənə deyim ki, bugünkü gün şəhərçi
həm sərfiyyat baxımından çox ekonom və aktiv manevr qabiliyyəti olan bir maşındır. Sadəcə ümid eləyirəm ki, düzgün maşını sürənlər olar. Yəni Prius kimi yadındadsa hallar yaranmaz, hansı ki gündə bir qəza və s. eşidirdik. Amma ona baxmayaraq, bunun Prius'un ən gözəl fərqi bilirsən nədir? Nədir? Bu maşının universal kuzu olması. Bu həm aerodinamikanı artırır, həm daha gözəl bir görüntü yaradır, həm də kifayət qədər genişdir. Gəl göstərim. Bax. Nəzərə alanda ki, mən həmişə avtomobil seçəndə öz boyuma görə avtomobil seçməyə çalışıram ki, mən onu istifadə eləyəndə mənim üçün rahat olsun. Çünki normalda 1.85 boy üçün yəni avtomobilin dar olmağı əlbəttə ki, onun idarə etmə zamanı müəyyən çətinliklər yaradacaq. Bax. Hətta kifayət qədər qabaq oturacaq, arxaya çəkilsə də bir xeyli yeri var. Yəni pol deyirsən genəlmək olar hə dalda? Poldur. Pol. Yaxşıdır. Oturan kimi də adamdır. Görürsən necə qəşəng, necə rahat, böyükdür. Gəl sənə bagajı da göstərim. Vlogçu kanalına abunə olmağı unutmayın. Bu hissə ki var, bu hissəni qaldırıb, bu çox asan çıxa bilir. Bu hissəni qaldırıb, arxa sidenkanı aşağı salanda kifayət qədər böyük bir həcmə sahib olur. Haradasa mən deyim 500 litrə yaxın bir həcmi olur. İstədiyin şeyi avtomobilinə yığ, get gəzməyə. Daha nə istəyirsən? Səncə Prius yaxşıdır, yoxsa bu? Yox, hər maşının özünün özəlliyi var. Yaxşı, bunu təriflədim, bunu bildik. Əla. Prius'un bir dənə dərdi var idi ki, o dərd hamının bəlasıdır da. Yəni o ən çox da qəzaların olma səbəbində biri də o idi. ABS. Demək ki, bunda ABS normaldır. Yəni ABS xarab olmur, belə olmur, elə olmur. Bu əslində biraz mübahisəli mövzudur. Nəyə görə? Çünki hibrid avtomobillərdə ABS-in daha incə davranılması lazım olduğunu artıq demək olar hər kəs bilir. Çünki müəyyən qədər Çin avtomobilləri, müəyyən qədər keçmişdə olan ABS-lə bağlı problemlər, Toyota brendinin bəzi maşınlarında və s. Qardaş, bunlar bizim 20 il bundan qabaq sürdüyümüz maşınlar deyil. Bunlar müəyyən qədər baxım tələb edən, müəyyən qədər incə davranmağı sevən avtomobillərdir. Buna baxmayaraq, yüksək kilometr yürüşlərdə yenə də avtomobil, lori dildə necə deyim, öz stoykasını qoruya bilir, öz stoykasını saxlaya bilir. Və əgər bu avtomobil bugün bizə belə bir imkan verirsə, biz niyə də bunu alıb idarə etməyək? Və hamıya maraqlı olan suallardan bilirsən nə olacaq? Mən onu sənə deyim. ABS-lə bağlı ciddi bir problem yoxdur və mən hələ də eşitməmişəm. Müəyyən hallarda ola bilər, istisnalar mütləq ki var. Bu da o zaman baş verir ki, düzgün perekitka olmayan avtomobillərdə ABS blokuna su keçdiyi zaman, bəli, ABS-də problemlər yarana bilər. Vaxtında ABS-in mayələrini dəyişsən, jirkisləri dəyişsən, dövrü baxımları vaxtında etsən, səni inandırım ki, heç bir problem yoxdur. Hətta mənim tanıdığım insanlar var ki, bugünkü gün bu avtomobili 300 min, 400 minə yaxın artıq sürüblər. Və avtomobilə sadəcə yağ dəyişməkdən başqa heç bir xətt çəkməyiblər. Səncə bu pis deyil? Pis deyil, yaxşı. Alan adam hardan bilsin ki, bunun ABS-i normal vəziyyətdədir? Bax mənim əzizim. Perekitka normal olub. Bax mənim əzizim. Burada gördüyün hissələr, bölmələr ki var. Rulavoy dəyişdirildiyi zaman bu buradan bu tərəfə keçir də, başa düşürsən? Orada o hissə bağlanılır. Yəni düzgün perekitkada oradan bağlanmalıdır. Ora dəmir qaynaq olunur və izolyasiya olunur. Artıq o ABS-in su keçirmə problemi həll olur. İkincisi, bu avtomobillər dözümlü avtomobil olduğu üçün çox vaxt əyləc mayesini dəyişmirlər. Amma dəyişmək lazımdır. Bir dəfə dəyişirsən, əgər bunu sən 100 min rahat sürə bilərsənsə və dəyişdiyin halda maksimum özün bilirsən də, əyləc mayesi dəyişmək 80-100 manat arası başa gəlir. Niyə bunu dəyişməyəsən ki, sən ABS-in tez bir müddətdə sıradan çıxsın? 60, 70, 80 manat ver dəyiş, ABS-in ömrü uzun olsun. Bu belə. Hamıya maraqlı suallardan biri nədir? Deməli, avtomobilin yanacaq sərfiyyatı nə qədərdir? Bu haqda sən bizə məlumat ver.
Mən araşdırdım, düzü ki, bunun yanacaq sərfiyyatı nə qədərdir? Düzdür, yəni sürüşdən çox şey asılıdır. Bir insan avtomobili sürə bilər, 9 litr də yandıra bilər. Bir insan avtomobili necə sürə bilərsə, yəni 3 litr də yandıra bilər, 5 litr də yandıra bilər. Təbii ki. Hibrid avtomobilləri ümumiyyətlə sürət üçün nəzərdə tutulmayıb. Bu Ekonomik. ekonomiya üçün nəzərdə tutulub və bu maşın qovmaq üçün deyil. Asta sürətlə, yəni mən demirəm, lap belə asta yavaş-yavaş getməlisən, xeyr. Sürət stabil olaraq qalxmalıdır. Anidən qaz vermə, anidən yerindən götürmə, anidən tormozlanma. Bunlar əlbəttə ki, yanacaq sürətini artıracaq, yəni yanacaq sərfiyyatını artıracaq. O heç, yəni ekonomluğuna baxanda super bir ekonomdur. Sadəcə olaraq bir sualım var sənə yenə də. Yox, sən real istifadəni əvvəlcə de, çünki bizim izləyicilərimiz bunu maraqlanacaq. Real istifadə deyim, yəni Bugün şəhərki sürüşlərdə şəhərki sürüşlərdə məsələn Toyota'nın öz komfortu başqadır. Yəni Toyota'nın özünün dəstəxəti, öz imzası var. Ümumiyyətlə fərqi yoxdur, hansı modelli olsun, model sözünü demiş model. O ki qaldı ki, sərfiyyat məsələsinə, sərfiyyat məsələsinə demək olar ki, Corolla, Fielder, Prius kimi eyni sərfiyyata malikdir. Şəhər içi, yəni sürüşdən asılı 4-5 litr arasıdır. Artıq uzaq yol gedər. Magistral sürüşlərdə, yəni o da yenə sürüşdən asılıdır. Gəlib çıxa bilər 4,5-a, 4-ə hətta. Yəni mən Prius'dan uzaq yol getmişəm, 100 kilometrə 4 litr benzin işlədim. Nəyə görə? Çünki ani sürətlənmə olmayıb, sürəti stabil olaraq qaldırmışam. Bu ekonom baxımdan Toyota, ümumiyyətlə Toyota hibridin imzasını atıb. Heç bir avtomobil, yəni digər brendlərdə hibrid dedin, yaxşı yadıma düşdü. Bax, bilirsən də bu müəyyən brendlər var ki, mən adını çəkməyəcəm. Onun batareya sistemlərinin baha olmasından bu dəqiqə şikayətlənənlər var. Ancaq əgər biz ekonom klas alırıqsa, təbii ki, maşını, avtomobili almamışdan müəyyən məsələləri biz dəqiqləşdirməliyik. Misal, Corolla Fielder'da batareyanın qiyməti nədir və hissə dəyişilə bilirmi? Birincisi, eyni ilə funksiya demək olar ki, Prius'dakı kimidir. Heç bir, yəni bəzi maşınlarda, bəzi hibridlərdə demək olar ki, bir seksiya bütöv dəyişir. Bu da təəssüf ki, belə hallar ortalama qiyməti desək, bizim bundan 1700 manata gəlib çıxır. Bir ədədir. Bir ədədir. Həm də tapılmağı biraz çətindir. Elə modellər var ki, yenə də adını çəkməyək, amma onlar ancaq sifarişlə gəlir. Otur gözlə 2 ay, 3 ay. Hətta mən sənə deyərdim, Çin brendlərində tək-tək ümumiyyətlə dəyişmək olmur. Yox, yəni tam olaraq dəyişir. Müəyyən qədər məlumat. Məsəl üçün biz Nissan Note-u çəkmişdik. Note-un hibrid sistemində совсем fərqli bir şeydir. Oranın batareya sistemi совсем fərqlidir. Amma Toyota'nın ayrı bir şeydir. Bunda seksiya dəyişmək olur. Yəni bir kaset olaraq dəyişmək olur, hansı biri xarab olanda. Amma yəni qiymət baxımına gəlib çatanda Toyota'nın batareya sistemi digər avtomobillərə nisbətən çox ucuzdur. Həddindən artıq. Misal olaraq. Misal olaraq deyim, Prius'da ortalama batareyanın qiyməti stabil olanda mən red olub ki, dəyişmişəm. Hələ sıradan çıxan bir şey deyil. Amma standart qiyməti 35-50 manat arasıdır. Əla. Eyni ilə bunda kimi də eyni şeydir. Çünki eyni funksiyadır, eyni sistemdir, eyni batareyadır, eyni lityumdur. Eyni ilə eyni sistem dəyişirilir. Sadəcə olaraq sənə, yəni mən bunun ekonomiyası, bunun komfortu, bu barədə, yəni Toyota'nı sürən adamlar Toyota'nın komfortunu, Toyota'nın dözümlüyünü bilirlər. Sürməyən insanlar isə artıq bunu sürəndən sonra Toyota'nı dəyişmək istəmirlər başqa maşına. Elə bizim əsas götürdüyümüz məsələ də budur. Hansı ki, insanlar istəyir həm sərfəli avtomobil sürsün, həm bugünün şərtləri ilə rahat uyğunlaşa bilən avtomobil sürsün, ehtiyac hissələri çox da baha olmasın, uzun ömürlü resursu olsun. Baxın, belə bir avtomobil, bunları nəzərə alanda belə bir avtomobil sizə təqdim etmək olar ki, vaxtilə də eyni sistem, eyni avtomobil öz sözünü bilir.